Nizami Gəncəvinin xəmsəsinə daxil olan ikinci əsər Xosrov və Şirində yenə bir məsələyə diqqəti cəlb eləmək istəyirəm. Burada şübhəsiz ki, əsas mövzu yenə də eşq, məhəbbət mövzusudur. Amma bununla bərabər burada hökmranlıq var, dünyanın idarə eləməsi var, ölkənin ədalətlə saxlanması var. Və bunu Xosrovun atasının timsalında, Xosrovun timsalında, başqa bu kimi epizodlarda biz aydın görə bilərik. Amma ən vacib məsələ burada Xosrovun müsəlmanlığı qəbul etməməsi və bunun nəticəsində öldürülməsidir. Kim əgər əsəri oxuyarsa, orada belə epizod var ki, Xosrov bir gün saraya girir, xəzinədə olan qədim qızıl üzərində yazılara baxır və orada göstərilir ki, dünya sonuncu peyğəmbər gəlməlidir, İslam dini gəlməlidir və onu qəbul edənlər nicat tapa bilər, eləməyənlər isə cəzasını ala bilər. Ancaq Xosrov öz dədə-baba dinindən kənara çıxa bilmir və Nizami Gəncəvi onun öldürülməsi məsələsini həm də bax bu məsələ ilə əlaqələndirir ki, bu da müəyyən bir tarixi dini gerçəkliklərə əsaslanır və onun üzərində müəyyən qədər düşünməyə dəyər. Nizami Gəncəvinin daha bir əsəri, növbəti əsəri Leyli və Məcnun əsəridir ki, Şərq ədəbiyyatında ilk dəfə ilahi bir eşqin haqqında olan əfsanəni Nizami qələmə alır və ondan sonra ta bu günə qədər də həmin mövzuda əsərlər yazılır. Leyli və Məcnun əsərinin biz tərcüməsini oxuyuruq. Orada müəyyən qüsurlar da var. Amma bütövlükdə əsərin Səməd Vurğun tərəfindən tərcümə olunan nüsxəsi olduqca gözəldir, bədiidir və müəyyən qədər də Səməd Vurğun lirikasına oxşar xüsusiyyətləri var. Misal üçün bir nümunə göstərə bilərik. Məcnun üz tutur Şəhriyə, atanın yeganə övladıdır və Qeysin atası Qeysi artıq Məcnun çağırılan oğlunu səhradan qaytarmaq üçün oğlunu axtarmağa gedir, onu tapır və deyir: oğul, gəl atanın pis gününə çat. Gəl canı çıxmamış ona əl uzat. Yerimdən qoparsa məni ruzigar, gəl mənim yerimdə özün tut qərar. Rəvamı dünyada mən taleyikəm, oğlu ola kimsəsiz öləm. Bax, burada ata qəlbinin o fəryadı, naləsi açıq, aydın, sadə, axıcı, lirik bir dillə o qədər gözəl verilir ki, sanki oxucu da atanın roluna girir və o kədəri, o qəmi hiss edir. Amma Məcnunda bir ilahi eşqin təzahürü var. Nizami Gəncəvi bunu o qədər gözəl təsvir eləyir ki, bu eşq deyir, qərəz və şəhvətdən uzaq idi. Və bu eşq əslində Leylinin timsalında ilahi eşqdir. Leylinin timsalında ilahinin qüdrətini görməkdir, ona bağlanmaqdır və bu dünyanın nemətlərindən birmənalı şəkildə imtina eləyib, ilahi duyğularla yaşamaq istəyidir. Bu mənada Leyli və Məcnun əsəri Şərq ədəbiyyatında Nizaminin yaratdığı ən möhtəşəm romantik üslubda olan poemalardan biridir və bunu da bu cür qəbul edib, bu cür öyrənmək lazımdır. Amma bu əsərdə məhəbbət əsəri olmasına baxmayaraq, burada həyatın, cəmiyyətin
bir çox sahələrinə aid parçalar var, fəsillər var və onların hər birində də bir ibrət dərsi var, bir nümunə var. Elə sadəcə bir hekayəni götürsək kifayətdir ki, şah çoxlu köpəklər saxlayır və acığı tutan adamları o köpəklərə atdırır. Bir gün bir oğlanı da qəzəblənib itlərə atdıranda itlər onun üstünə cumur, sonra oğlan salamat qurtarır, şah təəccüb eləyir, çağırtdırır ki, bu nə məsələdir? Oğlan cavabında deyir, it sənə dost olar, bir sümük atsan, namərd qədir bilməz, olsan da qurban. Və bununla yenə də burada o cavan xidmətçinin, bu gənc oğlanın ağlı, düşüncəsi öz əksini tapıbdır ki, o şahın bir gündə ona qəzəb göstərəcəyini bilirdi və ona görə də öz işini tədbirlə görmüşdü, köpəklərə yemək verib, özünü onlara tanıtmışdı və ona görə də bu təhlükədən qurtarmağı bacarmışdı.